Salam əziz şagirdlər, sualın izahına baxaq. Verilən tənliklər sistemində x, y hasilinin tapılması tələb olunur. Bunun üçün birinci tənliyi 2'ye vuraq. 2x üstə gəl 2y bərabərdir. -3'ü 2'ye vursam -6. İkinci tənliyi olduğu kimi saxlayıram. Bərabərdir -11. Verilən tənlikləri tərəf-tərəfə çıxsaq 2x-dan 2x'in fərqi olacaq 0. 2y çıxılsın -3y bərabərdir -6 çıxılsın -11. 2 mənfi yanaşı gəlirsə bu toplamaya çevrilir. 2y ilə 3y toplasaq 5y bərabərdir. -6 üstə gəl 11 verəcək müsbət 5. 5'i də 5'e bölsək y bərabərdir 1. Tənliklərin birində y-in yerine 1 qoysaq x-i tapa bilərik. X üstə gəl y -3'dürsə x üstə gəl 1 bərabərdir -3. X də bərabərdir -3 çıxılsın 1. X'in qiyməti oldu -4. X vur y hasili isə -4 vurulsun 1 bərabər olacaq. Cavab -4'dür.